Salam dəyərli şagirdlər, hər vaxtınız xeyir olsun. Deməli, bugün sizinlə yarımfinal turu öncəsi, biologiya yarımfinal turu öncəsi son sınaq imtahanımıza baxacağıq. Bu sınaq Nurlan müəllimin şagirdlərinə özəl şəkildə işlədilibdir, izah olunubdur, amma ictimai şəkildə paylaşacağım ki, sualların izahını kim istəsə yararlansın. Dərslərə qoşulmaq üçünsə açıqlamadakı nömrələrlə əlaqə saxlaya bilərsiniz. Deməli, şagirdlər, birinci sualdan başlayırıq. Birinci sualda nə deyir? Kolumbiyada mədən işçilərinin qidaları qarğıdalı ilə zəngindir və yüksək qan şəkəri ilə birlikdə bu qidalanma işçilər arasında diabetes mellitus, yəni şəkərli diabet xəstəliyinin yayılmasını sürətləndirmişdir. İşçilərin bədənində aşağıdakı dəyişikliklərdən hansılar bu xəstəlik ilə əlaqəlidir? Şeydə, qısaca desək, Kolumbiyadakı bu mədən işçiləri artıq miqdarda şəkərlə qidalanır. Yəni bu şəkəri, karbohidratı ehtiva edən qarğıdalı ilə qidalanır. Şəkərin təbii ki, bir çox səbəbləri var şagirdlər. Şəkərli diabetin bilirsiniz ki, iki forması var. Birinci forma autoimmun forma, ikinci forma isə sonradan qazanılmış, əsasən əmələ gələn və tip 2 forması. Burada şagirdlər bir-birindən fərqləri nədir bu formaların? Bilirsiniz ki, şagirdlər tip 2 və tip 1 diabet hər ikisi insulin mexanizminin pozulmasından baş verir. Burada şagirdlər bənövşəyi ilə çəkdiyim molekullar insulin molekullarıdır. Nə molekulu? İnsulin molekulu. İnsulin molekulu endokrin sistemin dərsindən keçdiyimiz kimi qanda şəkərin miqdarını azaltmaq üçündür. Nədir? Azaltmaq üçündür. Həmçinin müxtəlif orqanların şəkər istifadəsində də insulinin rolu böyükdür. Bundan başqa şagirdlər, bir də insulinin bağlandığı insulin reseptorları var. Nəyi? İnsulin reseptorları. Bu insulin reseptorları da şagirdlər, insulinin bağlanması və cavab reaksiyasının əmələ gəlməsi üçün vacibdir. Yəni reseptorda bir problem yaransa, insulin düzgün işləmir. Tip 1 diabetdə bizim öz immun hüceyrələrimiz, immun hüceyrələrin işini bilirsiniz ki, normalda bakteriyanı, yəni patogenləri məhv etməlidir. Amma bəzi autoimmun hallarda bizim immun hüceyrələrimiz öz hüceyrələrimizi dağıda bilər. Tip 1 diabetdə bu cür bir hal baş verir və autoimmun hüceyrələrimiz insulini sintez edən mədə-altı vəzinin hüceyrələrini məhv edir. Xüsusilə hansı hüceyrələri? Beta hüceyrələri. Çünki beta hüceyrələr insulin sintez edən hüceyrələrdir, mədə-altı vəzdə. Bunu bilirsiniz. İkinci tip diabetdə isə şagirdlər, çoxlu şəkər qəbulu və ya genetik meyillilik nəticəsində artıq reseptor işləməməyə başlayır. Burada şagirdlər reseptorun sintez olunmamasından daha çox reseptorun funksionallığının itməsi, yəni insulin rezistentliyi əmələ gəlməsi baş verir. Yəni ki, insulin bağlanır, amma cavab reaksiyası əmələ gəlmir. Bunun da səbəbi nə ola bilər? Yenə obezlik ola bilər, artıq çəki ola bilər və yaxud da genetik meyillilik ola bilər. Deyir ki, bu xəstəliklə əlaqəli dəyişikliyi seç. Deyir ki, qanda şəkər artdıqda mədə-altı vəzin beta hüceyrələri insulin sekresiya edir. Nəticədə qlükoza bədən hüceyrələri tərəfindən daha çox absorpsiya olunur. Bu şəkildə normal hal üçün keçərlidir. Bizim işçilərimiz diabet xəstəsidir. Buna görə də bunun diabet xəstələrlə bir əlaqəsi yoxdur. Bu işçilər çox vaxt arıq, susuz qalmış olurlar və silikdə keton cisimlər yüksək olur. Şagirdlər, bu isə tip 1 diabetə xas bir mülahizədir. Bu nə deməkdir? Keton cisim şagirdlər yağların parçalanmasından əmələ gələn bir maddədir və normal halda birinci tip diabetdə insulin problemi yarandığına görə toxumalar şəkəri mənimsəyə bilmir və yağdan istifadə etməyə məcbur qalır. Buna görə də yağların parçalanmasından əmələ gələn ketonlar silikdə artmağa başlayır. Tip 1 autoimmun xəstələr əsasən tip 1 şəkər xəstələri əsasən arıq olurlar və susuz qalırlar. Təbii ki, susuzlamanın səbəbi də çoxlu miqdarda sidiyin xaric olunmasıdır. Bu şəkər xəstəliyinin bir simptomudur. Qanda şəkər artdıqda mədə-altı vəzin beta hüceyrələri insulin sekresiya edir, ancaq bədən insulinə qeyri-həssasdır və qanda qlükoza absorpsiyası artmır. Bu doğru cavabımız olacaq şagirdlər. Reseptorlar insulini qəbul etmir, yəni insulinə qeyri-həssasdır və qandakı qlükoza istifadə oluna bilmir. İnsan çox vaxt yüksək BMI, yəni BMI nədir şagirdlər? Bədən çəki indeksi. Bədənin boyun kvadratına nisbətidir. Bədən çəkisinin boy kvadratına nisbəti. Bu nisbət 30-dan yuxarı olarsa, xəstəmiz obez, 25-dən yuxarı olarsa, artıq çəkili olur. 25-20 aralığında isə normal olur. Bu BMI-yi özünüz üçün də hesablaya bilərsiniz. Ona görə bu variantda yanlışdır şagirdlər. Çünki niyə? Deyir BMI-ləri yüksək olur və kifayət qədər insulin ilə glikoza hüceyrələrə absorpsiya olunur.
Absorpsiya olunmur şagirdlər. Çünki yenə dedik, insulinin rezistentliyi əmələ gəldi. Yəni insulin reseptora bağlanıb təsir göstərə bilmir. Tip 2 diabetdir. Deyə bilərsiniz, ay müəllim, nə bildik burada tip 2 diabetdir, diabetes mellitusda? Çünki şəgirdlər bu sonradan əmələ gələn və qida artıq miqdarda şəkər qəbulu nəticəsində əmələ gələn diabetdir. Tip 1-i dedik, bu autoimmun bir problemdir, immun sistemi problemidir. Tip 2 isə bu cür qidalanmada çatışmazlıq baş verəndə və yaxud da ki, artıq qidalanma baş verəndə yarana bilər. Ona görə burada doğru cavabımız olacaq birinci sualda C və. Keçirik ikinci sualımıza. Şöyle əsas biyom tipləri üçün klimoqraf, iqlim diaqramı hazırlayarkən bir şagird aşağıdakı diaqramı tərtib edib və bizə 6 ədəd nə veribdi? İqlim qurşağı veribdi. Tropik meşə, səhra, iynəyarpaqlı meşə, mülayim enliyarpaqlı meşə, alp və arktik tundra. Bu isə klimoqraf. Şöyle bu nə deməkdir? Klimoqrafın işi nədir? Klimoqraf bir qrafdır şagirdlər və temperaturun yağıntıdan, yəni yağışın miqdarından asıllıq qrafikini göstərir. Bu qrafik şagirdlər suallarda sabitdir. Yəni bundan sual düşəsi olsa yarım finalda rahat şəkildə yazacaqsınız. Burada şagirdlər ən yuxarıda və ən sağda olan iqlimimiz tropik iqlim qurşağı. Yəni tropik mühitdir, tropik meşələrdir. Bunun səbəbi nədir? Tropiklər bilirsiniz şagirdlər ekvator qurşağında yerləşir və orada yağıntı çoxdur. Bundan əlavə olaraq tropikdə hava istidir daimi olaraq. Buna görə də bitkilər suyu buxarlandırır, buludlar əmələ gəlir və yenə yağış olur. Yağıntı və temperatur ona görə çoxdur. Bundan başqa şagirdlər, yağıntının az, temperaturun çox olduğu bəs sahə hansı olacaqdır? Bu səhralar olacaq şagirdlər. Səhralarda isə temperatur yüksək olmasına baxmayaraq yağıntı yoxdur. Bəs A nədir? Temperatur soyuqdur və yağıntı yoxdur, yağıntı aşağıdır. Bu şagirdlər Alp və Arktik tundralar olacaq. Alp və Arktik tundra. Bunlar şagirdlər nə qədər soyuq mühitdə olsalar, quraq olurlar. Yəni temperaturun aşağı olmasına aldanmayın. Temperaturun aşağı olması, çox aşağı olması quraqlığa gətirib çıxarır. Məsələn, Antarktida orada nə qədər yer buz olsa da yağıntı yoxdur. Çünki buxarlanma yoxdur. Gəldik, qaldıq B və D arasında şagirdlər. Buradakı D mülayim enli yarpaqlı meşədir. Mülayim enli yarpaqlı meşə. Mülayim enli yarpaqlı meşə. Enli yarpaq meşə. Və B-də göstərilən isə şagirdlər iynə yarpaqlı meşədir. Bunu nə bilirik şagirdlər? Bunu hardan bildim? Yadınızda saxlayın. Mülayim meşəyə yağan yağış həmişə iynə yarpaqlıdan daha çox olur və temperatur olaraq da mülayim meşələr iynə yarpaqlı meşələrə nisbətən daha yüksək temperaturda belə deyim, formalaşır. Buna görə də burada doğru cavabımız nə olacaqdır? Burada uyğun gələn cavabımıza yuxarıdan baxası olsaq, tropik uyğun gəldi Y-yə, yəni 1-ə uyğun olacaq Y, 2-yə uyğun olacaqdır. Dedik, səhraya uyğun olacaq A variantı, daha doğrusu C variantı və 5-ə tundraya dedik, A variantı uyğun gələcəkdir. Deməli, 1Y, 2C, 5A, D ilə B-yə də dedik, mülayim enli yarpaqlı meşə 4 uyğun gəldi D-yə. Buna görə də doğru cavab olacaq B variantı. B variantı doğru cavabımız olacaqdır. Keçirik şagirdlər növbəti sualımıza. Növbəti sualımız şagirdlər. Filogenetik ağaclarla bağlıdır. Filogenetik ağaclar nə demək olduğunu biz dərslərimizdə izah etmişik dəfələrlə. Filogenetik ağac orqanizmlər arasında qohumluq əlaqələrini, xüsusilə təkamül qohumluq əlaqələrini göstərən və əcdadlarını necə ayrıldığını, əcdadlarının necə əmələ gəldiyini göstərən bir nədir? Diaqramdır. İki dənə filogenetik ağac verib və doğru fikri seçməmizi istəyir. Burada A filogenetik ağacını görürük və B-ni görürük şagirdlər. A və B filogenetik ağaclarında şaxələnmə nöqtələri müxtəlifdir. Lakin bu təsadüfi iki növ arasındakı yaxınlığı dəyişmir. Şagirdlər, bu şaxələnmə nöqtələrinin dəyişməsi növlər arasında yaxınlığı da dəyişir. Məsələn, A-da 1 və 2 bir-birinə yaxındır. Amma B-də 2 və 3 bir-birinə yaxındır. 1 və 2 bir-birinə daha uzaqdır. Deməli ki, bu yaxınlıq dəyişir şaxələnmə nöqtələrinə əsasən. Ona görə bu yanlış olacaqdır. 2 və 3 növləri həm A, həm B üçün monofiletik klad təşkil edir. Monofiletik kladın nə olduğunu dərslərimizdə demişik. Monofiletik klad eyni əcdaddan əmələ gələn bütün növləri əhatə edən bir kladdır. Yəni 2 və 3 eyni əcdaddan əmələ gəlməlidir, deyir. Məsələn, bu B üçün keçərlidir, amma A üçün keçərli deyil. Çünki hər ikisi fərqli əcdadlardan əmələ gəlir. Ona görə bu yanlış variantdır. 1 və 4 növləri həm A, həm B növləri üçün parafiletik klad təşkil edir. Parafiletik klad nədir şagirdlər? Eyni əcdaddan əmələ gələn növlərin, məsələn, eyni əcdaddan 3 növ əmələ gəlibsə, bunlardan hamısının yox, bəzilərinin, məsələn, ikisinin götürülməsi. Tutaq ki, A, B, C növləri əmələ gəlib burada.
Bunun hamısını götürsək, bu olacaq monofiletik klad. Amma A ilə B-ni götürsək, bu olacaq parafiletik klad. Deməli, buna görə də nə deyir? 1 və 4 növləri A və B üçün parafiletik klad təşkil edir. Amma şagirdlər, A-da ümumiyyətlə 1 və 4 eyni əcdaddan əmələ gəlməyib. B-də ola bilsin ki, parafiletik klad olsun. 1 və 4, çünki bu əcdadda götürsək parafiletik klad hardasa sayıla bilər, hardasa. Amma bu variant yanlış olacaqdır. Deyir ki, hər iki filogenetik ağacda göstərilməyən əcdad növləri şaxələnmə nöqtələrində yerləşənləri xüsusilə deyil, eynidir. Şagirdlər, şaxələnmə nöqtələrinə baxsaq, buralarda bir əcdad yerləşib. A-ya baxsaq, şagirdlər, ümumi 3 əcdad var. Ümumi 3 əcdad var. B-yə də baxası olsaq, yenə şaxələnmə nöqtələrini işarələyirəm sizin üçün. Burada da biz 3 ədəd ortaq əcdadımızı görürük. Yəni, burada doğru cavab D bəndidir. Yerdə deyir ki, A ağacı üçün 4 növü 2 və 3 növünə eyni yaxınlıqdadır. Bu da yanlış variantdır, şagirdlər. Çünki 4 növü 3 növünə daha yaxındır. Çünki eyni əcdaddan əmələ gəlib. 2 növünə isə daha uzaqdır. Çünki ortaq əcdadı daha, belə deyək, qədimdir. Ona görə doğru cavab olacaq D variantı. Keçirik 4-cü sualımıza. 4 ballıq suallara davam edirik. Propium yodid. Hüceyrə fiksasiyasından sonra hüceyrə genomunu boyaya bilən bir boyadır. Hüceyrə siklinin müxtəlif mərhələlərində olan hüceyrə populyasiyasına DNT miqdarı piyayın fluoresans intensivliyi ilə göstərilir və bu aşağıdakı qrafikdə təsvir olunur. Qısaca şagirdlər, bizim bir boyamız var və bu boya DNT-ni boyayır. Nəyi boyayır? DNT-ni boyaya bilir. Deməli, DNT miqdarından asılı olaraq bizim boyamızın intensivliyi artacaq. Yəni, bu qrafikdə sağa doğru getdikcə DNT miqdarımız artacaq. Ona görə burada DNT yaza bilərik. Şagirdlər, mitozon fazalarında biz DNT miqdarlarını keçmişik. Tez yadımıza salası olsaq, G1 fazasında DNT miqdarı 2C şəklində yazılır və ya X şəklində də yazılır. Bəzi mənbələrdə C-yə xromatit deyilir. Gəlin biz X yazaq. 2X nədir? DNT miqdarı G1-də. S-də nə baş verir? İkiləşmə baş verir. Yəni 2X 4X-ə keçir. Keçid baş verir. Yəni ikiləşmə prosesi baş verir. İkiləşmə. Və G2 və mitoz fazalarında isə G2 və mitoz fazalarında isə 4X-li bir quruluş biz görürük. Mitozun sonlarında, telofazanın sonunda isə telofaza son yenidən 2X DNT-ni biz görürük. Yəni bunların miqdarını dərslərimizdə demişik. Ona görə şagirdlər, floresanın ən aşağı olduğu P nöqtəsi hansı DNT olacaqdır? G1 olacaqdır. G1. Çünki floresan burada aşağıdır. Burada hüceyrə miqdarı isə çaşdırmaq üçün verilib şagirdlər. Hüceyrələrin çoxu G1-dədir. Zaten bunu bilirik ki, hüceyrələrimizin çoxu bölünmür. G1-də olur. Və G1-də də DNT-nin miqdarına baxmaq, yəni floresansa baxmaq lazımdır. Bundan başqa, məsələn, R-ə baxası olsaq şagirdlər, burada floresans miqdarı ortadır. P və Q-nun arasındadır. Deməli, bu hansı fazadır? S fazasıdır şagirdlər. Niyə? Çünki S fazada bir bölünmə, sintez prosesi baş verir. Və DNT-nin miqdarı nə 4x-dir, nə 2x-dir. Bəzilərində 2x-dir, bəzilərində 4x-dir. Buna görə aralıqda yerləşir. Ona görə R burada sintetik fazaya nümunədir. Q isə DNT-nin ən çox olduğu G2 və mitoz fazalarına nümunədir. Buna görə də ardıcıl olaraq P-yə G1, daha sonra Q-nu soruşur. Q-yə G2 və M, R-ə isə sintetik fazanı biz götürəcəyik. Yəni mitoz dərsində bu DNT miqdarlarının detallı izahını vermişik. Davam edək. B variantından. Bu suala doğru cavabımız oldu. Keçdik 5-ci suala. Ekosistemdə trofik əlaqəni göstərməyin əsas yollarından biri enerji və biokütlə piramidalarından istifadə etməkdir. Bu piramidalar düzbucaqlardan ibarət strukturlardır və hər biri trofik səviyyədəki enerji və ya biokütlə miqdarını göstərir. Bildiyimiz kimi enerji və biokütlə bir səviyyədən digərinə keçərkən ekosistemdən müəyyən hissəsini itirir. Buna görə də bir səviyyədən yuxarı səviyyəyə keçdikcə hər düzbucaqlının ölçüsü kiçilir, düzgün fikri müəyyən edir. Şagirdlər, bu nədir? Enerji piramidalar və biokütlə piramidalardır. Enerji piramidası bilirsiniz nədir? Normalda bu piramidanın ən aşağında yerləşən canlılarımız hansı canlılardır? Produsentlər. Hansı canlılar? Produsent. Yazaq. Produsent. Produsentin üzərində birinci dərəcəli konsument, onun üzərində ikinci dərəcəli, onun üzərində isə üçüncü dərəcəli konsumentlərimiz yerləşir. Yuxarı doğru getdikcə şagirdlər, enerjinin miqdarı azalır. Bu enerjinin azalması bütün enerji piramidalarına aiddir. Yəni enerji piramidasında biz əsasən nə görürük? Enerji bir canlı digərini yedikcə azala-azala gedir. Çünki ən çox enerji produsentlərdədir. Çünki onlar günəş enerjisinin 1%-dən istifadə edərək fotosintez edirlər.
Daha sonra o enerjinin müəyyən miqdarı keçir birincili konsumentə, onun daha az miqdarı keçir ikincili konsumentə. Çünki enerji bilirsiniz parçalanan zaman istilik şəklində itirilir. Buna görə enerji piramidasına yuxarı qalxdıqca enerji piramidası kiçilməyə məhkumdur istənilən halda. Biokütlə piramidasında isə şagirdlər işlər biraz fərqlidir. Burada iki ədəd biokütlə piramidası verilib. Şagirdlər, biokütlə piramidası canlıların enerji ehtiva etdiyi enerjidən çox onların kütləsini göstərir. Torpaq mühitində, yəni quru ekosistemlərində əsasən düz bir biokütlə piramidası görürük. Çünki burada bitkilərin sayı quru ekosistemdə həmişə çox olur, produsentlər. Su ekosistemlərində isə şagird tərsinə bir piramida görürük. Bunun səbəbi odur ki, şagird su ekosistemlərində ən aşağıda yerləşir fitoplankton və fitoplanktonları yeyən zooplanktonlar fitoplanktonlardan çoxdur. Bəs deyə bilərsiniz ki, çoxdursa yeyib bitirməlidir, düzdür? Amma fitoplanktonların sürətli şəkildə çoxalması bu piramidanı ayaqda saxlayır. Ona görə su ekosistemlərində enerji piramidası düz olsa da, biokütlə piramidası tərsdir. Davam edir şagirdlər. Tərs biokütlə piramidaları hər hansı bir vaxtda heterotrofların aşağı sıxlığı olması ilə izah olunur. Şagirdlər, bu yanlışdır. Əksinə tərsdə heterotrofların miqdarı görürük ki, daha çoxdur biokütlə piramidası. Biokütlə piramidası tərs olduqda ona uyğun adi enerji piramidası ola bilməz. Buna görə tərs biokütlə üçün enerji piramidası tərs olmalıdır, yenə yanlışdır. Enerji piramidası heç vaxt tərs ola bilməz, həmişə düz olmalıdır. Absolutrofların biokütləsi adətən torpaq ekosistemlərində heterotroflardan daha kiçikdir. Bu da yanlışdır. Bu su ekosistemlərinə aid. Doğru cavabımız D-dir. Fitoplanktonların daha sürətli dövranı nəzərə alınarsa, biokütlə piramidasının tərs olması daha ehtimallıdır. Bunun da izahımızda dedik. Doğru cavab D. Davam edir şagirdlər. 6-cı sual. RH mənfi bir ana doğuş zamanı RH müsbət dölün antigenlərinə məruz qalarsa, anti-RH anticisimləri, antikorları inkişaf etdirə bilər. Bu halda ananın anticisimləri sonraki hamiləlikdəki RH müsbət dölün eritrositlərinə bağlanır və onların parçalanmasına səbəb olur. Bu isə ciddi fetal anemiyaya, hətta ölü doğuma belə səbəb ola bilər. Şeydir, bu xəstəlik dölün ikinci hemolitik xəstəliyi deyirlər buna. Nə deməkdir? Şeydə, normalda bilirsiniz, qan qrupları mənfi və müsbət ola bilər. İndi 1, 2, 3, 4-ü demirəm. Sual ondan əlaqəli deyil. RH mənfi və RH müsbət ola bilər. RH mənfi və RH müsbətin bir-birindən fərqi RH antigenidir şagirdlər. Bu antigen zülali quruluşa malikdir. Digər antigenlər polisaxarid olur. 1, 2, 3, 4 qan qruplarını təşkil edən antigenlər, A və B antigenləri. RH isə zülali quruluşdadır. Yəni karbohidrat deyil. Ana birinci uşağını doğanda və uşaq müsbətdirsə, bu zaman uşağa qarşı antitel əmələ gəlir. Amma həmin antitellər uşağa hücum etmir. Bu da autoimmun bir pozğunluqdur şagirdlər. Amma ikinci uşaq əmələ gələndə bu antitellər burada qaldığına görə ikinci müsbətə hücum edir. Yəni elə bir ki, mənfi müsbəti tanımadığına görə ona hücum edir. Onu yad bir bakteriya kimi, yad bir cisim kimi sanır və ona hücum edir ikinci bir dövrə. Bu ikinci uşaqda baş verir. Birinci uşaqda baş vermir. Niyə? Çünki birinci uşaqda antitellər tam əmələ gəlmir. İkinci uşaqda antitellər əmələ gəldiyinə görə mənfi ananın antitelləri müsbət uşağı tanımayıb ona hücum edir. Bunu başa düşdüksə mülahizələrə baxaq. Deyir doğruları seç. RH antigenləri eritrosit səthində yerləşən polisaxarid quruluşlu molekullar. Şagirdlər, bu variantımız nədir? Yanlışdır. Çünki dedik RH yüzulaldır. Anti-RH anticisimləri plasentadan keçə bilər. Bu doğrudur şagirdlər. Keçməsə onsuz hücum edib uşağı öldürə bilməz. Həm də ki, anti-RH anticisimləri yadda saxlayın şagirdlər. İmmunoglobulin G quruluşuna malikdir. Və immunoglobulin G plasentaya, yəni dölə keçib birbaşa təsir edə bilər. Bu yadınızda qalsın. A qan qrupuna malik bir ana, B qan qrupuna malik dölə qarşı böyük ehtimalla yuxarıdakı kimi reaksiya inkişaf etdirəcək. Şagirdlər, bu rezus amili, yəni RH antigeninə uyğun bir məsələdir. Heç burada A və B, yəni 2 və 3-cü qan qruplarının əlaqəsi yoxdur. Bu variant yanlışdır. İlk RH müsbət uşaq doğulmadan əvvəl anaya anti-RH anticisimli tərkibli serum verilməsi sonraki RH müsbət döllərə qarşı inkişaf edəcək reaksiyanın qarşısını alır. Bu variant doğrudur şagirdlər. Yəni cavabımız 1-4-dür. Daha doğrusu 2-4-dür. Yəni D bəndi. Deyə bilərsiniz, əmən 4 niyə doğru oldu? Burada baş verən proses nədir? 4-də deyir ki, şagirdlər, biz nə edə bilərik ikinci uşaq ölməsin deyə? Bu antitellər bizim RH müsbət antigenlərə hücum etməsin deyə biz bunlara özümüz anticisim veririk. Özümüz hücum edirik, amma zərərsiz şəkildə. Bunları elə bir qorumaya alırıq.
Bu antigenlər. Və nəticədə ananın antitellərindən qabaq biz öz antitellərimizi göndərdiyimizə görə dölə bu təsir vasitəsilə nə edirik? Dayandırırıq məhv olma prosesini, agglutinasiya prosesini. 4-də verilən budur və bu üsul geniş olaraq istifadə olunur. Ona görə doğru cavabımız oldu 2 və 4, yəni D variantı. Və gəldik sonuncu 4 ballıq asan sualımıza. Aşağıdakı qrafikdə xətlər hüceyrədə baş verən kimyəvi reaksiya zamanı substrat, ferment kompleksi və məhsul qatılığındakı dəyişmələri ifadə edir. Qrafikdə substrat, ferment və substrat kompleksi və məhsul qatılıqlarını göstərən nömrələnmiş xətlər hansı bənddə düzgün verilib? Şeydir, prosesi yazaq. Normalda bilirik ferment rəngimizi dəyişək. Substrat fermentlə reaksiyaya girir. Biz buna enzim deyək şagirdlər. Yaxşı, bu sualda ferment deyib, yaxşı ferment deyək. Substrat fermentlə reaksiyaya girəndə nə əmələ gəlir şagirdlər? Birinci substrat ferment kompleksi əmələ gəlir. Substrat ferment kompleksindən bəs nə əmələ gəlir? Substrat fermentlə reaksiyaya girir. Ferment substratın formasını dəyişərək məhsul əmələ gətirir və ondan ayrılır. Yəni ferment üstə gəlinsin məhsul. Deməli, reaksiya boyunca əmələ gələn maddə nədir? Məhsul. Deməli, məhsulun miqdarı artacaq. 1 olacaq məhsul. Substrat isə bitdi, tükəndi. Substratın miqdarı da azalacaq. Yəni, substrat olacaq 2. 3 və 4 arasında qaldıq şəkildə. Görürük ki, 3-ün miqdarı artır və azalır. 3 nədir o zaman? Substrat ferment kompleksi. Çünki yarandı və məhv oldu. Daha doğrusu yoxa çıxdı. Ona görə 3 oldu substrat ferment kompleksi. 4 isə azaldı və yenidən artdı. Bu da fermentimiz olacaq. Gördüyünüz kimi burada var. Ortada yoxa çıxdı və yenidən sonunda əmələ gəldi. Burada olacaq, 4 də olacaq ferment. Deməli, 1 oldu məhsul, 2 oldu substrat, 4 oldu ferment, 3 oldu ferment substrat kompleksi. Doğru cavab oldu C. Davam edelim şagirdlər. Bunu düz dedikmi? Ferment düz demişik. Davam edelim. Keçdik artıq 5 ballıq biraz daha orta səviyyəli suallarımız. Evet, aşağıdakı şəkildə bu görmə duyğusunun mərkəz sinir sistemində, daha doğrusu görmə duyğusunun mərkəz sinir sistemində örtüldüyü yollardakı zədələnmələr və bu zədələnmələr nəticəsində görmə sahəsində yaranan itkilər verir. Deyir ki, görmə sahəsinin hansı hissəsi zədələnsə, hansı itki baş verər, uyğunlaşdırır. İlk növbədə buradakı strukturları bilmək lazımdır. Burada 2 ilə 3 ilə verilənlər görmə sinirləridir. Nə? Görmə siniri. 1 ilə verilənlər, sol gözün retinası, yəni torluq qişasıdır. Gəlin siz onları yazaq. 1. Sol gözün torluq qişası. 2 və 3 müvafiq olaraq sol və sağ gözün sinirləri, görmə siniri. 4 optik xiyazma, yəni görmə sinirlərinin kəsişdiyi yerdir şagird. Optik xiyazma. 5 və 6 isə müvafiq olaraq görmə traktlarıdır şagird. Görmə traktlarında artıq gözdən gələn informasiyalar qarışır. Traktları. Şagird, bu aşağıda görmə traktlarının başlanğıc verdiyi, bax, bura gəldiyi hissə isə hansı paydır? Yarım kürələrin ən sağ payı. İndi bunlarda problem yaransa nə olur? Ən asanlığı görmə sinirləridir şagirdlər. Məsəl üçün, 2-də problem əmələ gələrsə, ikinci hissədə sol göz görə bilməz. Çünki sol gözün görmə siniridir. Bu zaman 2-yə uyğun gələcək Z. Bundan başqa, 3-də məsələn sağ gözdə problem var. Sağ göz görməyəcək, görmə siniri pozulduğuna görə 3 olacaq R. Bir də görürük sol gözün hansı hissəsi? Kənar hissəsi, yəni lateral hissəsi pozulubdur. O zaman buradan gələn impulsları görə bilməyəcəkdir. Bu zaman nə olacaq? Deməli, P bizim birinci zədələnmə hissəsinə uyğun gəlir. Daha sonra şagirdlər, nə qaldı yerdə? 4. 4 optik xiyazma zədələnməsidir. Optik xiyazma zədələnəndə bir gözün, hər iki gözün lateral və yaxud da medial hissələri zədələnir şagirdlər. Yəni, ya X-də göstərildiyi kimi ola bilər, ya da belə mənim çəkdiyim kimi ola bilər. Bu şəkildə. Optik xiyazmanın önü və arxasının zədələnməsindən asılı olaraq bu dəyişə bilər. Burada bizə X-i verib, başqa variant verməyib, o zaman X-i götürəcəyik. Yəni, ön və arxan olmaqla da verməyibdir. Doğru cavab burada X-ə 4 olacaqdır. Qaldıq 5 və 6 arasında. Burada sualın çətin hissəsi 5 və 6-dır şagirdlər. Yəni, optik nələr? Trakt. Burada görürük ki, şagirdlər, bunların gəldiyi yeri tapmaq lazımdır. Mən yazdıqlarımı silim. Gəldiyi yeri tapmaq lazımdır. Gəlin, başqa bir rəng qələm götürək ki, daha aydın görünsün sizə. Baxın, 5-in impuls aldığı hissələrə baxıq. Bax, bu hissə və hansı hissə? Bu hissə. Yəni, bir gözün lateral, bir gözün isə, sağ gözün isə hər iki gözün sol tərəfə baxan hissəsi, elə belə deyək, sol tərəfə baxan hissəsi bizə verilibdir.
Bu zaman şagirdlər düşünə bilərsiniz ki, solda problem yaranır. Yəni ki, problem T-də olar. Amma yenə deyirəm, işıq impulsu buradan gəldiyinə görə görmə sahəsində əksinə bir problem görəcək. Yəni burada əksinə problem dediyim nədir? Gözün işığın gəldiyi sahəyə baxmaq lazımdır şagirdlər. Buna görə Y-ə uyğun gələcək nə? 5-ci sahə, yəni əksinə götürürük, yəni gəldiyi istiqamətə baxırıq, yəni o bir istiqamətə baxırıq. 6-cı trakt üçün isə eynisini tətbiq eləyəndə bu T-yə uyğun gəlir. Yəni burada doğru cavabımız olacaq 4, 5, 2, 6, 1, 3. 4, 5, 2, 6, 1, 3 A variantımız doğru cavab olacaq. Aha. Davam edək əziz şagirdlər. Keçək növbəti sualımıza. 9-cu suala gəldik şagirdlər. Müxtəlif səbəblərlə xəstəxanaya müraciət etmiş 4 nəfərdən qan götürülüb və onların qanında TSH, sərbəst TH və ümumi TH səviyyələri ölçülüb. Əldə olunan nəticələr aşağıdakı cədvəldə verilmişdir. Aparılan əlavə müayinələr nəticəsində bu şəxslərin xəstəlikləri müəyyən edilib. X şəxsi uzun müddətli yodla kasab qidalanır. Y şəxsinin qalxana bənzər vəzisində həddən artıq hormon ifraz edən şiş var. Z şəxsi trioksin bağlayıcı qlobilini kifayət qədər istehsal edə bilmir. T şəxsinin hipofiz vəzi keçmişində keçirdiyi kəllə travması nəticəsində zədə alıb. Şagirdlər, T3 hormonu bilirsiniz hardan ifraz olunur? Tiroid vəzidir. T3 hormonu metabolizmi sürətləndirmək üçün olan bir hormondur. T3 hormonu şagirdlər qanda sərbəst şəkildə olanda təsir göstərir. Amma T3 hormonunun qanda daşınması proteinlər vasitəsilə. Burada yazılan trioksin bağlayıcı proteinlər vasitəsilə də baş verir. Gəlin bura, onu çəkək, belə bir şey çəkək. Bu da nə olacaq şagirdlər? TBG, yəni trioksin bağlayıcı qlobulin. Bu sərbəst olmayan qlobulindir. T3-ün tənzimlənməsində isə tiroid stimullaşdırıcı hormon iştirak edir şagirdlər. Bu hormon hipofizdən istehsal olunur, hipotalamus vasitəsilə tənzimlənir və T3-ün miqdarını reqrof edir, artırır əsasən. O artanda o da artır. İndi əgər uzun müddətli yodla kasar qidalanırsa, deməli T3 sintez olunmayacaq. Çünki T3-ün tərkibində yod var. T3 azaldığına görə şagirdlər, dolayısıyla TSH artacaq. Çünki TSH mənfi geri bildirimlə T3-ü artırmaq istəyəcək. Deyəcək ki, məsələn, metabolizm yavaşladı, sən art. Amma yod çatışmadan ki, T3 və sərbəst T3 miqdarı aşağıda qalacaqdır. Buna görə də birinci X şəxsimiz üçün T3-lərin miqdarı X-ə düşür. TSH artıq olur, bu uyğun gəlir. Nəticə 3-ə. X. Daha sonra ikinci xəstəmizdə nə baş verib? Qalxana bənzər vəzində həddən artıq hormon ifrazı edən bir şiş var imiş. Bu zaman şagirdlər, həddən artıq hormon ifraz edən bir şiş varsa, bu zaman T3-ün miqdarı artacaq. Yenə TBG-nin də miqdarı artacaq. Bu zaman da TSH onu azaltmağa çalışacaq. Deyəcək ki, bəsdir. Özü azalacaq ki, T3 də azalsın, amma təbii ki, orada şiş olduğuna görə azalma baş verməyəcəkdir. Deməli, T3-lərin ikisi də artır, TSH isə azalır. Y-də. T3-lərin ikisi artır, TSH azalır. Bu da uyğun gəldi nəticə 1-ə. Y. Davam edək. Növbəti şəxsimizdə nə baş verib? TBG-sində problem var. Kifayət qədər istehsal edə bilmir. Bu zaman nə baş verəcək şagirdlər? Kifayət qədər istehsal edə bilmədiyinə görə burada şagirdlər nə baş verəcək? Diqqətlə dinləyin. Toplam ümumi T3-ün miqdarı azalacaq. Çünki trioksin sintez olunub qana keçə bilmir. Deyə bilərsiniz, bunun miqdarı azalmalı deyilmi? Bunun miqdarı dəyişmir şagirdlər. TSH-ın da miqdarı dəyişmir. Çünki problem T3-lərin qana gelib təsir göstərməsində. Yəni burada ümumi T3 miqdarı azalacaqdır. Yadınızda qalsın. Cədvəldə də bu uyğun gəlir. Buna görə də Z pasiyentimizə nəticə 2-ni uyğun görə bilərik. Bir dənə qaldı nəticə 4. Nəticə 4-də də hamısı azalır. Bunun da səbəbi nədir? Bu xəstəmiz, nəticə 4-dəki xəstəmiz nədir? Kəllə travması. Buna görə onun TSH-ı, dolayısıyla T3-ü və TBG-si azalmış olacaqdır. Ona görə doğru cavab olacaq burada. Nəticə 4-də də yazırıq nə? T. Y, Z, X, T. Y, Z, X, T, D variantı doğru cavabımız olacaq. Keçək növbəti sualı, 10-cu sualımıza şagirdlər. Bu da kifayət qədər çətin sualdır. 5 ballıq sual salmamıza rəğmən bu sualı şagirdlərimiz çətinlik çəkiblər. Bu sual hətta 6 ballıq sualı deyərdim ki. Kofein adenozin ilə oxşar strukturuna görə bir sıra fizioloji təsirlər yaradır. Adenozin A2A reseptoruna bağlananda GS yolalı vasitəsilə adenin siklaz aktivləşir, siklik AMF səviyyəsi artır, protein kinaz A aktivləşir və substrat fosforilləşir. Siklik AMF fosfodiesterazla AMF parçalanır, siqnal məhdud vaxtda davam edir.
Kofein də A2 reseptoruna təsir edir, lakin adenozin effekti yaratmır. Əlavə olaraq fosfodiesterazı inhibə edir, bu da siklik AMF səviyyəsini artırır. Şaydır, prosesi mən özüm burada yazacağım. Düz aşağıda şəkillə təsvir olunur. Mən yazsam daha yaxşı başa düşəcəksiniz. Membrandır. Membranında nə var? Reseptor. Reseptorumuzun adı nədir? Verib ya orada adenozin A2A. Yazaq, çəkək bura reseptorumuzu. Reseptorumuzun adı nədir? A2A. A2A-ya normalda nə bağlanmalıdır? Adenozin. Adenozin bir yumru çəkək. Bu nədir? Adenozin. Adenozin gəlib bura bağlananda A2A-nı aktivləşdirir. A2A da içəridə bir sıra prosesləri aktivləşdirir. Gedib məsəl üçün fosfodiesterazı deyil, adenil siklazı aktivləşdirir. Adenil siklaza, bunları da dərsimizdə keçmişik. Adenil siklaza ATF siklik AMF-ə çevirir və siqnalın ötürülməsi bilirsiniz siklik AMF vasitəsilə baş verir. Burada şahidə problem nədir? Bu siklik AMF hüceyrədə çox qalsa cavab reaksiyası əmələ gətirilir artıq miqdarda. Buna görə bunu parçalayan bir fermentimiz var. Fosfodiesteraza. Fosfodiesteraza. Şahidə kofein nə edir? Kofein də bu eyni reseptora bağlanır. Onda qəhvə rəngi çəkək. Nədir? Kofein. Bu dostumuz da eyni reseptora bağlanır, amma reseptoru aktivləşdirmir. Reseptoru bloklayır. Kofeinin əsas təsir mexanizmi buradakı fosfodiesterazanı inhibə edib siklik AMF miqdarını yuxarıda saxlamaq. Yadınızda qalsın. İndi şagirdlər, bu çəkdiyimiz sxemaya əsasən nə deyə bilərik? Siklik AMF molekullarının fermentativ siqnalı gücləndirir. Yanlış variant istəyir bizdə şagirdlər. Siklik AMF fermentativ sintezi gücləndirirmi? Bəli, siklik AMF siqnal ötürən molekul. Kofein adətən aktivləşmiş A2 reseptoru tərəfindən yaranan siklik AMF konsentrasiyası artmasını inhibə edir. Şöyle artmasını inhibə edirmi A2A reseptoru tərəfindən yaranan siklik AMF konsentrasiyasının artmasını inhibə edir deyir şagirdlər. Amma şagirdlər burada nə görürük? Fosfodiesteraza inhibə olunduğuna görə siklik AMF miqdarı artır. Yadınızda qalsın. Ona görə bu variant doğrudur. Kofein reseptor aktivləşməsindən sonra siklik AMF səviyyəsinin azalmasını ləngidir. Bu variant şagirdlər nə olacaqdır? Yanlış variantımız olacaqdır. Daha doğrusu doğru olacaqdır. Çünki niyə? Kofein azalmasını ləngidir deyir şagirdlər. Bizim çəkdiyimiz qrafaya baxsaq, burada bayaq çəkdiyimiz qrafaya. Burada görürük ki, nə? Kofein fosfodiesterazanı inhibə edir. Hətta buradakı qrafa da baxa bilərsiniz. Kofein B-də verilən kofeindir. Fikir versəz, baxın. Buranı, bu fermentimizi inhibə edərək siklik AMF miqdarını artıq saxlayır. Ona görə bu variant da doğrudur. Kofein ehtimal ki, reseptorda adenozinin rəqibi kimi fəaliyyət göstərir. Bu da doğrudur. Kofein A2 reseptorunu aktivləşdirir. Bu variant yanlışdır şagirdlər. A2 reseptorunu aktivləşdirmir. A2 reseptorunu blok edir və fosfodiesterazanı da blok edir. İkisini də blok edir və siklik AMF-i bu yolla artırır. Deyirlər, ay müəllim, bəs bunu blok edirsə deyir, bu da A2 reseptoru tərəfindən əmələ gələn siklik AMF-i artırır, artmasını inhibə edir. Şagirdlər, xeyr. Burada məsələ nədir? Siklik AMF-in şagirdlər artmasını inhibə edir. Bu nə deməkdir? Baxın, burada biraz qarışıqlıq var. Bu bir daha izah edən bir məqam. A2A reseptoru nə əmələ gətirir? Siklik AMF vasitəsilə, daha doğrusu fosfodiadenin siklaz vasitəsilə siklik AMF əmələ gətirir. Düzdür? Bu siklik AMF-in əmələ gəlməsi kofein tərəfindən bloklanır. Şərtdə də verilib ki, kofein fərqli cür təsir göstərir. Kofein bu siklik AMF-i parçalanmasını bloklayır həm də. Və siklik AMF-i bu yolla yuxarı saxlayır. Yəni A2A-dan əmələ gələn siklik AMF miqdarını azaldır. Buna görə B variantı doğru, Y variantı yanlış olacaqdır. Çox şagirdimiz burada B variantını seçibdi. Amma bu sual orijinal olimpiyada sualıdır. 2023-də düşüb beynəlxalq olimpiyadaya. Doğru cavab olacaq burada Y variantı. Yadınızda qalsın. Bu isə biraz dolaşdırıcı idi. Ümid edirəm başa sala bildim. Keçək şagirdlər 11-ci suala. B Hermes 1 geni siqnal zülalını kodlayır və onun fəaliyyəti müasir kənd təsərrüfatı bitkilərinə dəyişdirilibdir. Onun aktivliyi müxtəlif bitkilərdən olan cüzərtilərin bir-birinə calaq edilməsi və böyüməsinin izlənilməsini öyrənə bilir. Doğru fikir müəyyən. Şahidir, burada yabani tip dediğimiz, wild type dediğimiz nədir? Bu genə sahib olan, yəni rımız geni olanlardır. Bozla verilənsə rımız geni, yəni RMS geni olmayan canlılardır. Fikir versə şahidir, RMS geni olanlarda budaqlanma baş verməyib qara hissələrə baxsaq. RMS geni olmayanlarda isə boz hissələrdə budaqlanma baş veribdir. RMS bir aktivliyi zoğların budaqlanmasını artırır. Bu variantımız nə olacaq? Yanlış. Əksinə azaldır. RMS olmayanda budaqlanma görürük. Məsələn, bax burada. Budaqlanma görürük burada. RMS1 olmayanda. Daha sonra
RMS1 tərəfindən istehsal olunan siqnal köklərə doğru deyil, zoğun ucuna doğru hərəkət edir. Bu da doğrudur şagirdlər. Bunun üçün 5-ciyə baxırıq. Burada sintez olunan RMS fikir veririk yuxarı qalxıb yoxsa aşağı düşüb? Yuxarı qalxıb. Çünki yuxarı qalxıb budaqlanmanı dayandırıb yuxarıda. Aşağı düşə bilməyib. Aşağı düşsə oradakı budaqlanmanı da dayandırardı. Ona görə bu variant da yanlışdır. Kökdə RMS1 aktivliyinin olması yabani tip bitki quruluşunun yaranması üçün kifayətdir. Baxaq. Kökdə burada aktivlik var, amma kökdən yuxarıda budaqlanma görürəm. Bax, burada budaq var. Yabani tipə bənzəyirmi? Yabani tipdə ümumiyyətlə budaqlanma bu cür baş verməyib. Artıq budaqlanma yoxdur. Deməli, bu variant da yanlışdır. Kökdəki kifayət deyil. Yabani tip bitki quruluşunun yaranması üçün kökdə RMS1 aktivliyi zəruridir. Bu variantımız nə olacaq şagirdlər? Kökdə RMS1 aktivliyi nədir? Zəruridir. Baxaq. Deməli, burada şəkildə bu dördüncü variantımız da yanlışdır. Çünki burada kökə baxanda dördüncü şəkildə kökdən yuxarı doğru siqnalın kök daşınmasında kökə ehtiyac olmadığını görür. Yəni kök olmayanda da bu qaraya bənzər bir fenotip ala bilirik. Burada problem nədədir? B variantında şəkildə bu variant doğrudur. Mən özüm də dedim ki, zoğun ucuna doğru hərəkət edir. Amma bu variantı yanlış götürür. Yəni bu variant doğrudur. Zoğun ucuna doğru hərəkət edir. Ona görə doğru cavabımız olacaq B variantı. Yəni sualın izahını düzgün verdik, sadəcə cavabı yanlış götürdük. Cavab da bizim dediyimizi deyir. Zoğ ucuna doğru hərəkət. Ona görə doğru cavab burada olacaq B variantı. Davam edelim şagirdlər. 12-ci sual. Bir tədqiqatçı xaricdən tətbiq olunan prolinin bitkilərdə düzəlmə və böyüməyə təsirlərini araşdırmaq üçün bir təcrübə qurdu. Təcrübədə eyni mühitdə saxlanılan eyni növ qarğıdalı toxumlarından istifadə etmişdir. Bu təcrübə nəticəsində fərqli prolin konsentrasiyaları verilən qarğıdalı bitkilərinin toxumlarının düzəlməsi və gövdə uzunluğundakı artım aşağıdakı qrafiklərdə əks olunmuşdur. Şəhidlər, burada nə görürük? Düzəlmə prolinin artması ilə artıb, eyni ilə gövdə uzunluğu da prolinin artması ilə artıb. Prolin konsentrasiyası artması toxumların düzəlməsinə müsbət təsir göstərib, doğru variant. Görürük. Artan bir qrafik görürük burada. Toxumların 50%-dən çox düzəlməsi üçün ətraf mühitdə prolin olmalıdır. 50%-dən çəkib baxırıq şəgirddə. 50%-dən yuxarı olanlar nədir? Prolinlilər. 50%-dən aşağı olan isə prolini olmayanlardır. Buna görə bu variant da doğru. Prolin olmalıdır 50%-dən yuxarı üçün. Prolin tumurcuqlarının böyüməsini toxum düzəlməsinə nisbətən daha çox stimullaşdırdı. Bu da doğrudur şəgirdlər. Burada görsək gövdənin uzunluğu 50-dən 100-ə qalxdı. 100-dən 300-ə qalxdı. Görürsünüz necə bir artış var. Burada isə düzəlmədə isə neçə faiz qalxır? Tutaq ki 35%-dən qalxıb da 60%. 1 mm problem. Amma burada qalxmışdı 50-dən 300, arası 6 dəfə artmışdı. Buna görə bu variantda doğrudur. Daha çox stimullaşdırır gövdə uzunluğu. Artıran prolin miqdarı osmotik stresə səbəb olur, yanlışdır şəhidlər. Prolin əksinə hüceyrəni gördüyünüz kimi gövdə uzunluğunu və düzəlməsini bitkinin böyüdür, artırır. Təcrübədə istifadə olunan toxumların 60%-nin ölü olduğunu demək olar. Bu da yanlışdır şəhidlər. Toxumlar düzəlməmiş ola bilər. Amma toxumların ölü olduğunu demək yanlışdır. Doğru cavab olacaq 1, 2 və 3. Demə. Davam edək şəhidlər. 13-cü sual. Aşağıdakı sxem hüceyri membranın xarici səthində X və Y zulalarının paylanmasını göstərir. Y zulalı hüceyri membranın daxili səthinə hərəkətsiz aktin liflərinə bağlanır. Yəni, Y zulalı hərəkətsizdir şagirdlər, yapışıb qalıb. X zulalı buna oxşar domeni yoxdur. Yəni, X zulalı hərəkətlidir membranda. Bilirik ki, zulalda lipidlər və membranda lipidlər və zulalılar hərəkətdədir daim. Bəzi zulalılar bağlıdır Y zulalı kimi, bəzi zulalılar isə hərəkətlidir X zulalı kimi. Deyir ki, X zulalını qırmızı rənglədik, Y yaşıl rənglədik. Əgər zulal hərəkət etsə, rəng itir. Deməli, X zulalarını qırmızı rəngləyək, şagirdlər, məsəl üçün burada. Bunlar nə edir? Daimi olaraq hərəkətdədir, deməli, şagirdlər. Deməli, bunların rəngi yavaş-yavaş itəcək. Yaşıl zulalar isə, Y zulalar daimi olaraq buradadır. Yəni, onların rəngi itməyəcəkdir. Cavablara baxaq indi şagirdlər. Uzun müddətdən sonra hüceyrəyə baxsaq, yalnız yaşıl rəngli sahələr görünəcək, doğrudur. Çünki yavaş-yavaş qırmızılar itəcəkdir. Hərəkət etdiyinə görə. Bir doğru. Əgər boyanmadan qısa müddət sonra membranı müşahidə etsək, qırmızı rəngli sahələr tədricən yox, bir anda yox olacaqdır. Bu yanlışdır şagirdlər. Zulalar yavaş-yavaş hərəkət edir. Yəni burada bir anda yox olması üçün gərək bu zulalar çox sürətli hərəkətə başlasın bir anda. Amma yavaş-yavaş hərəkət etdiyinə görə yerini dəyişdikcə rəng itir. Yəni yavaş-yavaş itməlidir. 2 yanlış. Əgər hüceyrənin aktin sitoskeleti sitoxolazin vasitəsilə dağıdılsa, uzun müddət keçdikdən sonra membranda rəngli sahə qalmayacaq. Şagirdlər, bu variant doğrudur. Çünki əgər biz aktini də buradan qoparsaq, yaşıllar da başlayacaq hərəkət etməyə.
və nəticədə rəng itəcəkdir. Doğru variant. Şöyle sitoxalazin e, hücre skeletini dağıdan zülaldır. Yəni Y buradan qopardacaqdır və Y hərəkət edəcək. Hüceyrənin temperaturunu aşağı salsaq, rəngli sahələrin itməsi sürətlənəcək. Bu da yanlış variantdır şagirdlər. Niyə yanlış variantdır? Çünki temperatur zülal hərəkətini sürətləndirir. Yəni ki, temperaturu aşağı salsaq soyuyacaq və hərəkət yavaşlayacaq. Buna görə də rəngin itməsi gecikəcəkdir. Nə qədər sürətli hərəkət etsə, o qədər rəng tez itər. Temperatur aşağı salanda isə donur qalır orada və rəng itmir. Buna görə də doğru cavabımız olacaq 1 və 3. C mənim. Keçdik 6 ballıq suallara şəkildə. Bu suallar biraz nisbətən ağır suallardır və izahları da ağırdır. Gəlin bu sualların indi izahına baxaq. 7 ədəd qəşəng sualımız var. 14-dən başlayaq. Ağ ayaqlı siçanlar böyük coğrafi yayılma dispersiyalına malikdir. Yüksək və alçaq hündürlüklərdə bu yayılma onların tənəffüs fiziologiyası ilə açıqlanır. Şöyle qısa şəkildə qrafiki izah edeyim. Normalda şəkillər burada verilən buxur əyrisinə bənzər bir əyridir. Aşağı hündürlükdə yaşayanlarda görsüz əyri sağa sürüşüb, yüksək hündürlükdə yaşayanlarda isə əyri hardadır? Soldadır. Əyrinin sağa sürüşməsi şagirdlər oksigenin daha rahat buraxılmasını göstərir. Yüksək hündürlükdə yaşayanlarda isə oksigen daha hərisdir hemoqlobinə. Yəni oksigenin miqdarı çoxsu hemoqlobindədir. Bunun səbəbi yüksək hündürlükdə yaşayan canlılar hemoqlobini oksigenə daha yaxşı bağlayır ki, daha sonra itməsin. Aşağı hündürlük isə oksigeni rahat şəkildə buraxa bilir. Sağda verilən qrafik isə P50-nin, yəni 50%-də olan parsial təzyiqin bifosfogliseratın hemoqlobinin nisbətindən asıllıq qrafikidir. Yəni bifosfogliseratdan asıllıq qrafikidir. Bifosfogliseratda nə qədər artsa şagirddir. Turşuluq o qədər artır və əyrilik o qədər əyrilər sağa sürüşür. Bunları buxur əyrisi dərsində keçmişik. Yüksək hündürlükdə yaşayan siçanlar oksigeni qana aşağı hündürlükdə yaşayanlara nisbətən daha çətin buraxırlar. Şəkillər, bu variantımız nədir? Qana aşağı hündürlükdə yaşayanlara nisbətən daha çətin buraxırlar variantı nədir? Yüksəkdə yaşayanlar daha çətin buraxır. Bu variantımız şagirdlər. Doğru variant. Burada baxası olsaq şagirdlər, yüksəkdəkilər, yüksək hündürlükdə yaşayan siçanlarımızda əyri daha soldadır. Biz də demişik, sola gedəndə hərislik artır. Ona görə daha çətin vuraq, özündə saxla. Bir doğru. Yuxarı hündürlükdəki siçanların P50 dəyəri daha aşağıdır. P50 dəyəri nədir? P50 qanın 50% oksigenlə doyması zamanı olan parsial təzyiq. Baxaq. P50 50%-in doyması zamanı olan parsial təzyiq. Oksigenin parsial təzyiq. Hansında çoxdur? Qarada. Düzdür, qara nədir? Aşağı hündürlük. Yüksək hündürlükdə isə daha azdır. Məsələn, bura hardasa 20-dir, bu hardasa 30-dur. Buna görə də aşağı hündürlükdə parsial təzyiq daha çoxdur. Yüksək hündürlük, yəni qırmızı ilə veriləndə isə daha aşağıdır. Ona görə ikinci variantımız da doğrudur. Əgər bifosfogliserat konsentrasiyası qanda artarsa, fiqur A-dakı doyma əyrisi sağa sürüşür. Bunu demişik şagirdlər. Əyrini sağa sürüşdürən faktorlar. Bifosfogliseratın artması, turşuluğun artması, pH-ın düşməsi, karbon qazının artması, oksigenin parsial təzyiqinin düşməsi. 4-də isə yüksəkliyə uyğunlaşmanın genetik olaraq müəyyən olunduğunu nəzərə alsaq, P50 dəyərləri yüksək hündürlükdən aşağı hündürlüyə transfer olunan siçanlarda eyni qalacaq. Şəhidlər, bu nədir? Doğru variantdır. Niyə? Çünki genetik olaraq müəyyən olunursa, yüksəyə də düşsə, aşağı da, daha doğrusu yüksəyə də çıxsa, aşağı da düşsə, burada P50 dəyərindəki dəyişiklik önəmli bir rol oynamayacaq. Çünki P50 dəyişikliyi nəyə əsaslanır bizə deyir? Genetik olaraq müəyyən. Bu genetik olaraq müəyyən olunursa, bu əhəmiyyətli dərəcədə dəyişə bilməz. Yəni, eyni qalır. Buna görə də bu variantda doğrudur. Yəni, doğru cavab burada mülahizələrdən heç biri. Bizdən yanlışı soruşur. Mülahizələrdən heç biri yanlış deyil. Hamısı doğru. Belə. Daha sonra şəriqlər. 15-ci sualla davam edirik inşallah. 15-ci suala davam edirik. C4 fotosintezi bitkilərin su istifadəsini azaltmaq üçün inkişaf etdirdiyi ən geniş yayılmış karbon qazı konsentrasiya mexanizmlərindən biridir. C4 fotosintezi edən bitkilər C3 bitkilərindən fizioloji, biokimya və anatomik baxımdan fərqlənirlər. Bu fərqlərdən biri C4 bitkilərinin yarpaqlarında müşahidə olunan Kranz anatomiyasıdır. Şagirdlər, aşağıda C3 və C4 bitkilərinin
belə deyək, fərqləri ilə bağlı daha doğrusu yuxarıda məlumat verilibdir. Aşağıda isə C4 bitkisinin ümumi quruluşu verilibdir. Əslində bu şərtdə buna bağlı ipucular var, amma siz C4 bitkisinin ümumi quruluşunu bilirsiniz. Normal şəraitdə fotosintez C3 bitkilərinin mezofil bitkinin daxilində gedir, işıq mərhələ və qaranlıq mərhələ hər ikisi və C3 bitkisinin daxilində hansı dövran baş verir? Kalvin dövranı baş verir. Bunu dərslərimizdə demişdik, Kalvin dövranı. Şeydir, bu Kalvin dövranı baş verməsi zamanı burada iştirak edən fermentimizin adı Rubisko fermentidir. Hansı fermenti? Rubisko fermenti. Rubisko fermenti bildiyimiz kimi karbon qazını və ya oksigeni bu siklə sala bilər. Əgər mühitdə oksigen çoxdursa, oksigeni siklə salır və bizim işimizi pozur. Buna görə də mühitdə karbon qazı çox olmalıdır və çox saxlanmalıdır. Amma havalar isti olanda ağacıqlar bağlandığına görə içəridə karbon qazının miqdarı azalır, xaricdən karbon qazı hüceyrəyə daxil ola bilmir və bitki istidə fotosintezdən eyni effekti almamağa başlayır. Bu C3 bitkisinə aiddir. C4 bitkisində isə eyni problem yaşanmır. Bunun səbəbi nədir? C4 bitkisində şagirdlər, kompartmentlər var. Yəni ki, hüceyrə 2 ədəddir. Bir dənə mezofil hüceyrəsi, bir dənə onun altında damar ətrafı hüceyrə. Mezofil hüceyrənin içində gedir işıq reaksiya və pep karboksilaza fermenti vasitəsilə karbonun tutulması baş verir. Bu arada bu sınağın ən çətin sualından biridir. Şagirdlərimizin bu sualı düz yazma faizi çox aşağıdır. Ona görə geniş izah verəcəm. Işıq reaksiya karbonun tutulması burada gedir. Aşağıda isə qaranlıq reaksiya Kalvin dövrəsi gedir. Bizim burada etdiyimiz hüceyrələri ayıraraq ikinci hüceyrəyə ancaq karbon göndərməkdir. Nə göndərməkdir? İkinci hüceyrəyə biz nə edirik? Ancaq karbon qazı göndəririk aşağı doğru. Bunu niyə edirik? Çünki bayaq dedim axı, Rubisko fermenti, Kalvin siklini həyata keçirən ferment oksigeni özünə birləşdirə bilər. Artıq miqdarda olsa. Buna görə də biz bura ancaq karbon qazını göndərərək nə edirik? Fotosintez edirik. Burada şəkilə baxanda Y ilə verilən hüceyrəmiz, baxın bu hissədə Y ilə verilən hüceyrəmiz mezofil hüceyrə olacaq, çünki dəriciyin altında yerləşib. X ilə verilən hüceyrəmiz isə damar ətrafı hüceyrə olacaqdır. Burada da şagirdlər damarı görə bilərsiniz. Damar hissəsini görə bilərsiniz. Ah. Solda isə şagirdlər, daha doğrusu sağda şəkildə isə xloroplastlar verilibdir. Buradakı xloroplastlara da baxsaq, B-də verilən xloroplast və A-da verilən xloroplast. Bunların biri təbii ki, aiddir hansı hüceyrəyə? Biri aiddir damar ətrafı hüceyrəyə, biri aiddir mezofil hüceyrəyə. Bunu necə diferensiyasiya edirik? Şagirdlər, mezofil hüceyrədə işıq reaksiya getdiyinə görə burada xloroplastın içindəki qranlar daha çox olacaqdır. Ona görə B-də verilən hüceyrə mezofil hüceyrədir. A-da verilən isə şagirdlər damar ətrafı hüceyrənin xloroplastıdır. Burada qranların böyük olmasına, qranüllü olmasına ehtiyac yoxdur. Çünki burada əsasən qaranlıq reaksiya gedir. Ona görə də bu damar ətrafı hüceyrənin xloroplastıdır. Yəni A ilə verilən nədir? Damar ətrafı hüceyrə. B ilə verilən nədir? Mezofil hüceyrə. Aha. İndi şagirdlər. Baxaq, bizə deyir ki, neçə ədəd doğru var. A ilə işarələnmiş xloroplast Y hüceyrəsində yerləşir. Şagirdlər, A ilə işarələnmiş xloroplast damar ətrafının xloroplastıdır. Y də damar ətrafı deyil. Ona görə bu yanlışdır. Eyni ilə B ilə verilmiş xloroplast X-də yerləşir. Bu da yanlışdır. B ilə verilən nədir? Mezofil hüceyrəsinin xloroplastıdır və o yerləşməlidir Y-də. A ilə verilən damar ətrafı hüceyrənin xloroplastıdır. O yerləşməlidir X-də. Yəni bunların yeri qarışıq verir. İki variant da səhvdir. Y hüceyrəsində karboksilləşmə aparan fermentin substratı karbonatdır. Şeydir, bunun üçün sizə bir dənə qraf açacağım indi. Deməli şagirdlər, bu qraf bizim izahımızda bizə kömək olacaqdır. Qrafa baxanda nə görə bilərik şagirdlər? Burada pep karboksilaza fermentini görürük. Qraf sizə qarışıq gələ bilər, amma narahat olmayın, asandır. Pep karboksilazanı burada göstərək. Qırmızı bir oxla. Baxın, bu nədir? Pepdir bu. Fosfenol pirivat. Bu da pep karboksilazadır. Pep karboksilaza fermentinin işi karbon qazını tutmaqdır. Amma karbon qazını olduğu kimi yox, karbonat iyonu şəklində, fikir verin şagirdlər, karbonat iyonu şəklində tutur və karboksilləşdirir. Bunu eləməsinin səbəbi şagirdlər, karbon qazını birbaşa depolamaq yerinə onu karbonat iyonu formasında daxil etmək daha asandır. Yadınızda qalsın. Buna görə də pep karboksilaza fermentinin substratlarından biri də HCO3 mənfidir. Ona görə burada HCO3 mənfi doğru cavabımız olacaqdır. Aha, indi yenidən sınavımıza qaydaq. Sınavımızın izahına qaydaq. Deməli şagirdlər, üçüncü ifadənin də yanlış olduğu, daha doğrusu doğru olduğunu biz sübut elədik. Çünki nədir? Karbonat iyonu şəklində birləşdirilmiş. Karboksil
pep karboksilaza karbonat ionu şəklini birləşdirir. Bunu qrafikdə göstərdik. C4 dövrü zamanı piruvat fosfat dikinaz enzimi X hüceyrəsində fəaliyyət göstərir. Şəhidlər, piruvat çevirən enzimlər X hüceyrəsində yox, mezofil hüceyrədə rast gəlinəcəkdir. Ona görə bu variantımız yanlış olacaq. C4 dövrü zamanı malik enzim Y hüceyrəsində fəaliyyət göstərir. Bu şəgirdlər malatı parçalayan fermentdir. Gəlin bunu da şəkil üzərində göstərək. Şəkil üzərində göstərilirsə, baxın uşaqlar. Burada malik enzimi görə bilərik aşağı hissədə. Bu qrafik baxın imtahana gəlib düşə bilər. Çünki Z4 bitkiləri verilibdir. Baxın malik enzimi biz burada görə bilirik. Fikir verin malik enzimi. Və bu harda yerləşir? Bundle sheet cell, yəni damar ətrafı hüceyrə. Malik enzimin işi buradakı malatı parçalayıb karbon qazını alıb onu Calvin siklinə verməkdir. Aydın oldu. Bu qrafiki biz C4 fotosintez dərsimizdə keçmişik. Bununla bağlı daha detallı məlumatı o izahımızdan tapa bilərsiniz. Yaxşı. Bu sualı şagirdlər deməli bitirdik. Burada deməli doğru cavab 1 ədəddir və üçüncü cavabdır. Ona görə doğru cavabımız olacaq burada A bənd. Keçirik növbəti suala. Qarabaş silvi geniş yayılmış quş növüdür və palearktik, yəni Avropa və Şimali Asiya, Şimali Afrika bölgələrində miqrasiya edir. Bölgədə miqrasiya edir. Peter Berthold və həmkarları 1992-ci ildə Nature jurnalında dərc etdikləri məqalədə bu növün miqrasiya marşrutunda dəyişiklik etdiyini bildirmişdir. Yəni ki, şagirdlər, bir növümüz var, Qarabaş silvi növü və bu əsasən Avropada yaşayan bir növdür və miqrasiya edən bir növdür. Və bu miqrasiya normalda müəyyən bir yerə baş verir, amma 1992-də nəşr olunan bir məqaləyə görə bu Qarabaş silvilərin getdiyi yer dəyişibdir. Müəyyən edilmişdir ki, 1950-ci illərə qədər Qarabaş silvilər nadir hallarda qışı Britaniyada keçirirdilər. 1960-cı illərdən etibarən isə qış populyasiyasının bir neçə min fərdə çatdığı qeyd olunmuşdur. Deməli şagirdlər, normalda bu quşlar Britaniyaya qışda getmirdilər. Amma nə hökumətsə 60-cı ildən sonra bu quşlar qışı Britaniyada keçirməyə qərar veriblər. Halqalama quşların ayağına kiçik nömrələnmiş halqa taxılaraq onların həyatının izlənilməsi tədqiqatları göstərmişdir ki, bu fərdlər miqrasiya etməyən yerli quşlar deyil, yeni miqrasiya yolu ilə Almaniya və Avstriyadakı çoxalma populyasiyalarından gələn fərqlərdir. Yəni şagirdlər, normalda bu Britaniyanın öz quşları olması gözlənilirdi də Britaniyada. Amma bu bizim Avropadan miqrasiyadan öz quşumuzdur. Qarabaş silvi quşlardır. Normalda bura gəlmirdilər, amma niyəsə 60-cı ildən sonra genetik bir səbəbə görə başladılar Britaniyaya gəlməyə. İndi bunu araşdırmaq üçün nə ediblər? Yeni miqrasiya marşrutunun Avropa populyasiyaları daxilində genetik dəyişiklik ilə əlaqəli olub-olmadığını müəyyən etmək üçün Berthold və həmkarlar nə ediblər? Britaniyada qışlayan fərdləri tutaraq Almaniyada laboratoriyaya yerləşdirdilər. Növbəti faizdə tutulan fərdlərin, onların F1 nəslinin və Almaniyadakı nəzarət qrupunun miqrasiyası araşdırılır. Deməli şagirdlər, nəyi araşdırıblar? Britaniyada qışlayan fərdləri araşdırıblar, Almaniyadakı qrupu araşdırıblar, tutulan fərdləri və tutulan fərdlərin uşaqları. Yəni ki, şagirdlər, belə təsəvvür edə bilərsiniz. Bunu bəsit şəkildə belə izah edə bilərəm, daha yaxşı başa düşəsiniz deyə yumrularla göstərəcəm. Bu bənövşəyi yumrumuz olsun Almaniya. Bu mavi yumrumuz da olsun Britaniya. Britaniyanın bayrağı mavidir də. Normalda şagirdlər, bura bu ox istiqamətində axın baş vermir. Amma 60-cı illərdən sonra bir axın baş verməyə başlayıb burada. Biz təcrübəmizdə nə edirik? Burada C ilə göstərilən buradakı quşlardır. A ilə göstərilən buradakı quşlardır. A ilə göstərilən buradakı quşlardır. B ilə göstərilən isə A ilə göstərilən quşların nə edir? Uşaqlardır. Qrafikə, suala baxmadan öncə qrafikə baxanda nə görürük? A-dakı və B-dəki quşlar hansı istiqamətə getməyə meyillidirlər? Şimal-qərb istiqamətində. Almaniyadan götürdüyümüz orijinal C-dəki quşlar isə nisbətən cənub-qərbə getməyə meyillidir. Bu qrafik istəyirsiniz burada qalsın. Deməli, Orta Avropa quş populyasiyasının xas olduğu kimi nəzarət qrupundakı fərdlər normal olaraq cənub-qərb istiqamətində Aralıq dənizinə miqrasiya eləyiblər. Şəgirdlər, baxaq. C dedik. Nəyə? Nəzarət qrupuna. C-dir, gördüyünüz kimi cənub-qərbə miqrasiya edib. Sadəcə qrafdan baxıb yazmaq lazımdır. Yəni çətin bir şey yoxdur. Cənub-qərbə miqrasiya edib mi? Bəli. Ona görə bir doğrudur. Həm yetkin fərdlər, həm də F1 nəsli ənənəvi miqrasiya yoluna uyğunlaşaraq cənub-qərb istiqamətində Aralıq dənizinə miqrasiya etmişdilər. Şagirdlər, burada biz cənub-qərbi görmürük. Əksinə hara görürük? Yuxarı. Yuxarı nədir? Şimal. Yəni burada şimal-qərbə doğru bir axın var. Çünki bunlar Britaniyaya getməlidirlər və Britaniya hardadır? Şimal-qərbdədir. Buna görə bu quşlar Britaniyanı sevirlər. Britaniyanın iqlim uyğunlaşırlar. Yeni genetik xüsusiyyətlər qazanaraq. Buna görə də şimal-qərbə gedirlər.
Burada özləri də heç oxu çəkib. Mənim çəkdiyim oxa da baxmasaz, burada oxlar çəkilib şimal-qərbə doğru. Orijinal Almaniyadan götürdüyümüz populyasiyada isə cənub-qərbə doğru bir axım var. Deməli, iki yanlışdır. Həm yetkin fərdlər, həm də F1 nəsli nəzarət qrupundakı quşlardan fərqli olaraq qərbə yaxın şimal-qərb istiqamətində miqrasiya etmişlər. Şagirdlər, bu nədir? Deyir, yetkin fərd və F1 nəsli şimal-qərbə gedib, bunu bayaq dedik. Hara gedib? Yuxarı və sola, yəni şimal-qərb. 3 də doğru. Ənənəvi miqrasiya marşrutunu yayınma təxminən 60-70 il əvvəl gen tezliyində baş vermiş dəyişikliklə bağlıdır. Bu dəyişiklik Qarabağ Silvilərin qışlama sahələri yaratmasına səbəb olmuşdur. Şagirdlər, bu nə deməkdir? 60-70 il əvvəl hardan bilə bilərik? Genetik olduğunu hardan bilərik? Şagirdlər, bu cür miqrasiyadan yayınma əsasən genetik əsasıdır. Bunun səbəbi biz bunu yetişkinlərdə də görürük. Onun nəslində də görürük. Demək ki, bu genetik bir şeydir. Bunu buradan müəyyənlədik. Bəs ili hardan tapdıq? Ay müəllim deyirsinizsə, şərtə baxdığında 60-cı ildə baş veribdi. İndi neçənci ildir tutaq ki? 2020-ci ildə. Hardasa 60-70 il keçməsə də 40-50 il keçibdi. Yəni təxmini olaraq 60-70 il biz götürə bilərik. Burada əsas hissə nədir? Genetik dəyişiklikdir. Ona görə də 4 burada doğru cavab olacaq. Yəni daha cavabımız 1-3-dür. D bəndi olacaq. Ümid edirəm şagirdlər bu sualda çətin sual idi nisbətən başa sala bildi. Gəldik 17-ci sual. Biraz böyüdək. Fərqli karbon qazı konsentrasiyalarında stomalardan diffuziya sürəti stomatalar keçiricilik ölçülmüşdür və əldə edilən nəticələr aşağıdakı stereoqrafik üzrə tərtib edilmişdir. Şimdi stereoqrafik nədir? Burada gördüyünüz kimi bir evə bənzəyir. Sanki belə üç boyutlu bir şəkildir. Bu tip qrafikləri biz olimpiadalarda görürük. Bu qrafikin aşağıdakı bu oxla göstərdiyim hissəsi karbon qazını göstərir. Nəyi? Göyə oxla göstərdiyim karbon qazını göstərir. Qırmızı oxla göstərdiyim hissə göstərir nəyi? İşıq şiddəti. Karbon qazının da artması, işıq şiddətində artması hər ikisi stomatal keçiriciliyi artırır. Stomatal keçirici fəza quruluşunda üçüncü oxdur. Yəni bax burada çəkdiyim oxdur. Ya da ki burada çəkdiyim oxdur. Bunu biraz əyri çəkdik, düzəldək. Sən burada çəkdiyim oxdur. Gördük mü şagirdlər? Bu oxlar nədir? Bu kubun sanki uzunluğunu, uzunluq deyəndə fəzada yuxarı, şaquli istiqamətdə qalxmasını göstərən oxlardır. Məsələn, karbon qazının konsentrasiyasının artmasına baxsaq və yaxud da işıq şiddətinin artmasına baxsaq, görürsünüz işıq şiddəti artdıqca stomatalı keçiricilik artır. Gördüyünüz kimi. Yuxarı doğru qalxır. Burada məsələn yuxarı doğru getdikcə. Başa düşdüyüm. Karbon qazı məsəl üçün azaldıqca, artdıqca stomatal keçiricilik nisbətən belə deyək azalmağa başlayır. Bunun səbəbi nədir? Çünki karbon qazı artıq miqdarda artıq stomata bağlanmalıdır. Yəni ağızcıqlar bağlanmalıdır. Çünki karbon qazının o qədər artıq miqdarı artıq sabitləşməyə başlayır nisbətən. Yaxşı, indi baxaq cavablara. Bir düzgün nəticəni seç. İşıq intensivliyi azaldıqca stomatal keçiricilik maksimum dəyərinə yaxınlaşır. Şagirdlər, bu yanlışdır. Stomatal keçiricilik işığın intensivliyindən gördüyünüz kimi artır. Yəni qrafikdə bura getdikcə hündürlük artır. Fikir ver, hündürlüyə baxmalıyıq. Hündürlük arta-arta gedir. Buna görə də A variantı yanlışdır. Çünki burada azaldıqca deyil, bizə artdıqca deməliyik. Artdıqca maksimum dəyərinə yaxınlaşır. Göstərilən bütün karbon qaz səviyyələrində işıq intensivliyinin artırılması stomatal keçiriciliyi artırır. Şagirdlər, burada nədir? Baxın, karbon qazın konsentrasiyası verilibdir. Karbon qazın konsentrasiyası. 0, 100, 100, 170, 170, 290, 290, 450 və burada gördüyümüz kimi fəzada ümumi bir dəyişikliyi var. Deyə bilərsiniz, aynen burada karbon qazı səviyyəsinə baxanda karbon qazını artıranda keçiriciliyi azalır axı. Belə düşünə bilərsiniz. Amma burada nə deyil? Karbon qazı səviyyələrində işığın artırılması. Yəni bu istiqamətə baxacaq yenə. İstənilən karbon qazı səviyyəsində işığa baxsaq, işıq artdıqca istənilən karbon qazı səviyyəsində yuxarı doğru bir ox görəcəyik. Buna görə də B variantı burada doğru cavabımız olacaq şagirdlər. Yəni cavab B-dir. Digərlərinə baxası olsaq 170 ilə 290 arasında stomatal keçiriyə təsir etmir. Bu yanlış variantdır şagirdlər. Çünki 170 ilə 290 arasında gördüyünüz kimi burada azalmalar var. Aşağıda bəlkə sabitdir, amma burada azalmalar var. Və yaxud da 2700-6000 arasında deyir təsir etmir. Amma 2700-6000 arasında görürsünüz burada fəzada müəyyən bir dəyişikliklər var. Hətta belə çəkək daha yaxşı görünsün. Gördünüz mü dəyişikliklər? Yəni bu fəza fiquru şəklində baxmaq lazımdır. Yenə də ki, işığın intensivliyi asılı olmayaraq karbon qazı səviyyəsinin 700 dən çox olduğunu şərait stomatal keçiricilik üçün optimaldır. Şagirdlər, bu da yanlış variantdır. Çünki işıq intensivliyi önəmlidir. İşıq intensivliyi nə qədər çox olsa, stomatal keçiricilik o qədər çox olar. Burada B variantı doğru olur. Bir daha deyirəm. Niyə? Deyir, bütün karbon qazı səviyyələrində işıq intensivliyinin artırması stomatal keçiriciliyi artırır.
Şagirdlər, baxın, istənilən karbon qaz səviyyəsini götürsək, məsələn, 0 götürək. Baxın, artım. 100-ü götürək, artım. 170-i götürək, artım. Görürsünüz, qrafik işıq intensivliyi artdıqca qrafikin biz artdığını görürük həmişə. Ona görə B variantı burada doğru cavabımız olacaq. Ümid edirəm bu fəza tipdə sualı da başa sala bildim. Gəldik 18-ci sualımıza. Pensilin əsasən bədəndən böyrəklər vasitəsilə atılan bir dərmandır. Pensilini böyrək tərəfindən necə işləndiyini anlamaq üçün bir təcrübə aparılır. Bu təcrübədə bir müddətdir müntəzəm olaraq pensilin istifadə edən bir şəxsin renal arteriyadan və renal venadan qan nümunələri götürülmüşdür. Qan nümunələrinə əlavə olaraq bu şəxsdən 24 saat ərzində cəmi 1150 millilitr silik nümunəsi toplanmışdır. Alınan qən və silik nümunələrində pensilin konsentrasiyaları aşağıda verilibdir. Bu nəticələrə əsasən bu şəxsin renal plazma axını təxminən dəqiqədə neçə millilitrdir? Şəhidlər, qısaca desək, bizə nə veribdir? Arteriyadakı 1 millilitrdə olan pensilin, venadakı 1 millilitrdə olan pensilin, söhbət təbii ki, böyrək vena, böyrək arteriyasına gedir və sidikdə olan pensilin veribdir, 1 millilitrdə olan və ümumi 24 saat ərzində nə qədər sidik toplandığı verilibdir şagirdlər. Bunu necə həll edirik? İlk növbədə ümumi biz nəyi tapmalıyıq? Sidik 1150 ml, düzdür? 1 millilitr sidikdə, gəlin bunu qələmlə yazım. 1 millilitr sidikdə nə qədər pensilin var? Aşağıda yazılıb da şagirdlər, bax burada. 122 milliqram. 1 millilitrdə 122 milliqram pensilin var. 122 milliqram. Deməli, 1150 millilitr sidikdə neçə milliqram olar? İlk növbədə bunu tapırıq. Şagirdlər bəzən hesablama suallarına çətinlik çəkirlər. Çünki biologiya nisbətən texniki fənlərdən bu hesablama hissəsinə görə fərqlənir. Bunu hesablasaq şagirdlər, indi mən də kalkulatorda hesablayacağım. İndi bu sualı təbii ki, dəftərdə siz hesablamalısınız, orada düşsə, dəftərlə hesablamaq olur. 1150-ni vuranda 122-yə cavab eləyəcəkdir. Burada hardasa 140.300. 140.300. Şöyle bu 140.300 bizim gün ərzində silikdə çıxan pensilin miqdarıdır. Amma bizə nə istəyir? Renal plazma axını dəqiqəli istəyir. Yəni biz bunu dəqiqəyə çevirəcəyik. Dəqiqəyə çevirmək üçün 24 saatda neçə dəqiqə var? 1440 dəqiqə. 1440 dəqiqədə 1440 dəqiqədə 140.300 milliqram pensilin çıxıbsa, 1 dəqiqədə X pensilin çıxar. 1 dəqiqədə çıxan pensilini tapırıq şahidlər. 1 dəqiqədə silikdə çıxan pensilini tapırıq. Və burada aldığımız cavabı da 1440-a böləndə cavab eləyəcək 97,4 hardasa. Bu 97,4 yenə deyirəm nədir? 1 dəqiqədə silikdə çıxan pensilinin miqdarı. Aydın oldu. Bunu tapdıq şagirdlər. Bunu tapdıq. Zamana gətirdik elə bir ki, sanki ümumi silikdə 122 milliqram çıxmışdı. Biz bunu zamana gətirdik. 1 millilitr silikdə 122 milliqram var idi, yenə deyirəm. 1150 millilirdəki pensilin miqdarını tapdıq. Ümumi çıxan silikdə nə qədər pensilin çıxıb və onu dəqiqəliyə böldük. Dəqiqəyə böldük. Və aldıq 1 dəqiqədə 97,4 pensilin çıxır. Bunu tapdıq. Ah, İndi şagirdlər. Bu aldığımız cavabla nə edəcəyik? İndi burada şagirdlər nəyə baxırıq? Renal arteriyadakı plazma pensilin konsentrasiyası və renal venadakı plazma pensilin konsentrasiyası. Yəni böyrəkdə nə qədər pensilin keçir? Bunu tapırıq. Bunun üçün bu ikisini çıxırıq şagirdlər. 0,23 milliqram bölünsün millilitrdən çıxırıq %6 milliqram bölünsün millilitr. Bunu bundan çıxanda şagirdlər. Cavab olacaqdır. Nə olacaq cavab? %17 milliqram bölünsün millilitr. %17 milliqram bölünsün millilitr. Şöyle %17 burada nə deməkdir? Böyrək %17 pensilin artdı plazmadan. Yəni plazmanı %17 axını baş verdi böyrəkdən. Nə? %17. Pensilinə çıxan pensilinə əsasən təyin elədik. Və ümumi bizdən dəqiqəli istəyir. Dəqiqədə də 97,4 millilitr, daha doğrusu milliqram pensilin çıxırsa, düzdürmü? Bu az öncəki hesablamlarımız əslində tapmışdıq silikdə. Və bu %17 milliqram bölünsün millilitrlə baş verirsə, plazma axınına uyğun olaraq,
Bunu buna böləndə şagirdlər 97.4-ü, 97.4-ü %17-yə böləndə biz cavabımızı tapmış olacaq. %17 bölürük 97.4-ü. Deməli 97.4 bölünsün %17. Burada da cavab eləyəcək şagirdlər. 573 təxminən. 573. Ah, və doğru cavabımız burada olacaqdır. 573 millilitr bölünsün dəqiqə. Yəni 1 dəqiqədə 573 millilitr. Bir daha izah edirəm şagirdlər. Baxın. Ümumi olaraq sidikdəki 1 millilitr sidikdə neçə milliqram pensil var? 122. Ümumi 24 saatda neçə millilitr sidik çıxıb? 1150. 1150-ni mən 122-yə vursam, ümumi sidikdə çıxan pensilin miqdarını tapacağam. Düzdür? Və onu 1440-a bölsəm, 1 dəqiqədə çıxan pensilin miqdarını tapacağam ki, bu da eləyir 97.4. 1 dəqiqədə sidiklə 97.4 milliqram pensilin çıxır. Plazma olaraq süzülməsi nə qədərdir? Plazmada pensilinin %17. Arteriyadan venaya keçdi, kapillyarda süzülməsi %17-dir. Bu hesablamaya əsasən mən plazma axınını tapa bilərəm. 97.4-ü %17-yə bölərək burada baş verən, 1 dəqiqədə baş verən bu plazma axınını tapa bilərəm. Çünki 97.4 milliqram dəqiqədə çıxır və axında %17-dir pensilin axını. Bunu bölərək ümumi plazma axınını əldə etmək olur şəklində. Bu bir düsturdur. Və burada da cavabımız çıxacaq hardasa 572. Təxminən daha doğrusu 573. Və burada da doğru cavabımız olacaq A bəndi 573 millilitr bölünsün dəqiqə. Davam edirik şagirdlər növbəti sualımızdan 19-cu sual. Frederick Banting və John McLeod insülin kəşf etmiş və müasir şəkərli diabet müalicəsini ixtira etmişlər. Bu bədən çəkisinin hemostazı və piylənmə ilə bağlı oxşar tədqiqatlara yön vermişdir. İki siçan mus musculus xətti piylənmiş və diabetik eyni həddən artıq yemə fenotiplərinə malikdir. Hər biri yalnız bir lakin fərqli genin çatışmazlığına sahibdir. Beyində yalnız aclıq hissini tənzimləməyə cavabdeh olan arkuid nukleus qövsvarini və zədələnməsi oxşar fenotip yaradır. Siçanlar cərrahi yolla birləşdirilib, onlara qan axını arasında az miqdarda paylaşma imkanı verilmişdir və nəticələr müşahidə olunmuşdur və s. Deməli, şəriqlər, burada baş verən prosesi mən qısaca izah edeyim. Burada şəriqdə diabetik insulindən versə də, burada biz bunu mən sizə leptinlə izah edəcəm. Çünki leptinlə daha yaxşı başa düşəcəksiniz. Şəriqlər, burada doyma hormonu, yəni leptində bir problem var. Burada sarı dairə ilə çəkdiyim leptindir. Bəs qara ilə çəkdiyim nədir? Leptinin reseptoru. Gəlin buraya yazaq. Bu nədir? Leptin. Və bu nədir? Leptin reseptoru. Leptin nə hormonudur? Doyma hormonu. Yəni doymanı tənzim edir. Leptin reseptoru. Şəriqlər, əgər leptin pozularsa nə olacaq? Tutaq ki, leptinin bura bağlanması, leptin sintezi pozularsa, leptin sintezi olunması yağ toxumalarının, leptinin sintezi pozularsa nə baş verəcək? Doyma hissi olmayacaq. Doyma hissi olmayanda nə baş verəcəkdir? Obezlik baş verəcək. Bu, burada OB yazılan hissədir. Doyma hissi olmur, dayanmadan yeyir və obezlik baş verir. Bəs DB nədir? DB-da da şəgirdlər reseptorda problem yaranır. Bu zaman leptin qanda var, amma bura bağlanıb doyma hissini yarada bilmədiyinə görə yenə burada obezlik problemi yaranır. Və beyin zədəsi mövcud olan bir siçanımızda verilib. Beyində də müəyyən doyma sahəsi var şagirdlər. Leptin bura təsir edir. Həmin hissə zədələnəndə yenə obezlik baş verir. İndi şagirdlər, ümumi olaraq yekunlaşdırsaq, OB, yəni obez olan növümüzdə leptin yoxdur. Leptin sintezi pozulub. Reseptor var. Nə var? Reseptor var. DB, yəni diabetik siçanlarımızda isə bunlarda leptin var, amma reseptor işləmir. Leptin var, amma reseptor işləmir. Ona görə doymur. Reseptor işləmir. İndi şagirdlər, aşağıdakı təcrübələrə baxsaq, bir də şagirdlər nəyimiz var? Adi tip. Yəni wild type dediyimiz, buna wild type deyirlər şagirdlər. Adi tip. Normal siçan. Burada hər ikisi var. Leptin və reseptor var. Və reseptor var. Aha. Şagirdlər, bu informasiyalar indi nə işimizə yarayacaqdır? Gəlin buna baxaq. İndi şagirdlər, bu siçanları bir-biri ilə birləşdirirlər. Məsəl üçün, ikinciyə baxaq, fikir verin. Diabetiklə obezi bir-birinə birləşdirəndə obez sağalıb, arıqlayıb. Bunun səbəbi nədir? Çünki obezdə nə var? Reseptor. Nə yoxdur? Leptin. Diabetikdə nə var? Leptin. Amma reseptor yoxdur. Bu leptin bunun qanına keçib reseptora bağlansa nə olur? Gəlin onu başqa rəng oxla göstərək. Məsələn, DB ilə OB-ni birləşdirdik. Nə baş verdi? Buradakı leptin gedib buradakı reseptora bağlandı və obez sağaldı. Deməli, DB ilə OB-ni birləşdirəndə OB, yəni obez sağalır. DB niyə sağalmadı deyirsinizsə? Çünki bu reseptor işləmir. Bunda leptin
Bunun reseptoru bura keçəsi deyil ki. Nə keçə bilər qanun? Hormon keçə bilər. Buna görə də DB ilə OB-ni birləşdirəndə sağalır və ya wild type ilə birləşdirəndə yenə sağalma prosesi baş verir. Burada gördüyünüz kimi sağalır. Amma wild type-la məsələn diabeti birləşdirsə və yaxud da ki obezlə diabeti birləşdirsə sağalmayacaq. Çünki burada problem reseptordadır və reseptor qanla keçə bilmir. Ümid edirəm başa düşdük. Yanlış fikir istəyir. Cərrahi birləşmə siçanların qidaları sərbəst paylaşmasına imkan verir. Bu yanlış fikirdir şagirdlər. Qida keçmir. Nə keçir içəri ilə? Hormonlar keçir. Bu hormonlar siçanların arıqlığını və köklüyünü dəyişdirir. Doğru cavabımız A bəndi. Digər, daha doğrusu yanlışdır. Cavabımız buna uyğun doğru cavabımız A bəndi. Digər cavablar doğrudur. Baxaq. DB mutasiyaya məruz qalmış insanlar iştahı azaldan maddəni həddindən artıq istehsal edir, yəni leptin. Diabetiklərdə dediyi nə işləmir? Reseptor. Reseptor işləmirsə nəyin miqdarı çoxdur? Leptin. Ona görə bu yanlışdır. Daha doğrusu doğrudur. Doğru olduğuna görə də bizdən yanlış hissədiyinə görə götürmürük. OB və DB genlərinin məhsulları eyni metabolik yolla fəaliyyət göstərir. Bəli, ikisi də leptin yolu ilə fəaliyyət göstərir. Bu da doğrudur. B də doğrudur. OB geninin yabanı tip bir məhsulu qövsvari nüvəni aktivləşdirən bir yolu aktiv edir. Bəli. Az öncə də dedik, qövsvari isə doyma siqnalı çatır beyində. Alfa-bet nükleus dediyimiz qövsvari nüvə hissəsinə. Amma burada bizə verildiyi kimi wild type-da həmin hissəni aktivləşdirir. Wild type nədir? Normalsız. İnsan piylənməsinin bəzi halları hormon verilməsi ilə müalicə oluna bilər. Bəli, şagirdlər. Niyə? Çünki burada görürük obez sana wild type və ya diabetik qoşulanda bunlarda leptin var axı. Buradakı leptin bura keçərək bizim siçanlarımızı sağaldı bildi. Deməli, bəzi insanlarda da bu terapiyanı tətbiq etmək olar. Burada cavabımız A yanlış variant olacaq. Çünki siçanların qanına hormon keçər, qida maddəsi keçməz. Və nəhayət şagirdlər, sınavımızın son 20-ci sualına gəldik, zürafə sualı. Zürafənin digər məməlilərlə müqayisədə ən yüksək orta arteriya təzyiqi var. Bu onu ayaq ödəminə qarşı həssas edir. Heyvanın bunu necə önlədiyi ayaqdakı damar adaptasiyalarına diqqət yetirilərək öyrənmişdir. Düzgün fikri müəyyən edin. Şagirdlər, burada nə verilibdir? Sanın şagirdlər, ya da san deyirəm, zürafənin, bayaqdan sana baxırıq. Zürafənin ayağına baxsaq, burada nə görürük şagirdlər? Aşağı doğru getdikcə hansı təzyiq artır? Hidrostatik təzyiq artır. Düzdür? Fizikadan keçdiyimiz ROJH düsturundan olan hidrostatik təzyiq qanda artır. Buna görə də zürafənin ayağının aşağı hissələri bu təzyiqə daha dözümlü olmalıdır. Düzdür? Buna görə də nə görürük? Aşağı doğru getdikcə sinirlər artır, çünki damar daralmalıdır axı. Elastinin miqdarı isə azalır, çünki damar daha dözümlü olmalıdır təzyiqə. Bunu görə bilin. Və burada A ilə B-nin bizə veribdir və deyir bunlardan biri doğrudur. A doğrudur, yoxsa B doğrudur. Bunu tapmaq. İndi variantlara baxanda onu görəcək şagirdlər. Beyinə girən damarda arterial təzyiq bizə nə isə doğru fikri. Arterial təzyiq digər məməlilərdəki kimi təxminən 100 mm civəssun olmalıdır. Buna görə də pəncə səviyyəsində qan təzyiqi aşağı olur. Əksinə şagirdlər. Pəncədə hidrostatik təzyiq təsir etdiyinə görə zürafə uzundur, axı yuxarıdan bütün təzyiq aşağı basır. Buna görə də təzyiq aşağı olur demək olmaz. Təzyiq yuxarı olmalı idi. Ayaqdakı arteriyaların diametri və divar qalınlığı necə dəyişmə olduğunu göstərən şəkillərdə A düzgündür, B yanlışdır. Tərsinə şagirdlər, B düzgündür. Çünki yenə deyirəm, aşağı doğru getdikcə damarda həm elastinin miqdarı azalmalıdır, damar daha möhkəm olmalıdır. Aydındırmı? Və B-dəki kimi biraz mənfəzi daralaraq getməlidir. Ürəyə yaxın hissələrdə damar nisbətən geniş olmalıdır ki, o təzyiqi və elastik olmalıdır ki, o təzyiqi götürsün. Aşağı hissədəki damarlar isə hidrostatik təzyiqə dözümlü olmalıdır ki, bu da divarının qalın olması ilə olur. Fikir baxın, bu divarlar qalındır. Elastin olmayan qalın divarlar. Ona görə B variantı da yanlışdır. C-də də femoral diz arteriyalar proksimal istiqamətdə, yəni gövdəyə doğru daha sərt olur. Şagirdlər, bu variantımıza baxaq. Burada deyir ki, proksimal hissədə gövdəyə doğru daha sərt olur. Əksinə, yenə deyirəm, aşağıda hidrostatik təzyiq çox olduğuna görə bu damarlarımız aşağı doğru daha sərtləşir. B-də də bunu görürük, B şəkildə. A burada yanlış şəkildir. Sizi çaşdırmaq üçün verilibdir. Zürafənin diz üstündə ayaq uclarındakı qan təzyiqini tənzimləyən xüsusi arterial mexanizm var. Bəli. Şagirdlər, bax bu hissədə tənzimləyən mexanizm var. Hardan bildiyim, fikir verin. Burada sinirlərin miqdarı aşağı doğru getdikcə artır. Yəni o sinirlər davamlı olaraq damarı daraldıb orada təzyiqi balanslaşdıra bilirlər. Yəni zürafə sualına doğru cavabımız olacaq D. Belə şagirdlər. Sınavımızın izahını yekunlaşdırdıq. Bircə şagirdlər burada 10-cu sualın izahında, 10-cu sualı deyəsən dəqiq baxaq. Kafein sualının izahında. Kafein sualının izahında şagirdlər biraz dolaşıqlıq oldu sual izahında. Gəlin siz bir də izah edin bu sualı. Tam başa düşməyənlər üçün biraz sınavımızda ən çox səhv yazılan sual budur. Deməli, burada A ilə verilən molekul və B ilə verilən molekulu görürük şagirdlər. Burada A ilə verilən molekulumuz nədir? Adenosin.
B ilə verilən molekulumuz nədir? Kofein. Bunların hər ikisi A2 reseptoruna bağlanır. Amma şəkildə görülür ki, şagirdlər. B-də verilən kofein burada inhibasiya edir. Görürsüz? Əgər belə bir ox görürsünüzsə hardasa, bax belə bir ox. T hərfinə bənzəyir. Bu inhibasiya deməkdir. Yox, belə bir ox görürsünüzsə, bu aktivasiya deməkdir. Yəni kofein nə edir? Bu reseptoru inhibasiya edir. Aydındır? Ona görə bura Y variantı yanlış cavabdır. Deyir aktivləşdir. Aktivləşdirmək inhibasiya edir. Buna görə Y variantı burada yanlışdır. Çox şagird B variantını götürüb ki, kofein adətən aktivləşmiş AK reseptorunu aktivləşdirir. Atasını inhib edir, bu yanlışdır. Amma şagirdlər, bu variant doğrudur. Çünki AK'nı inhibə edir. Deyə bilərsiniz, ay müəllim, vaxt siklik amif artırır. Çünki buradakı fermenti inhibə edir. Fosfodiesteraza fermentidir. Və parçalanmanın qarşısını aldığına görə siklik amifin miqdarı artır. Bəli, bu doğrudur. Amma bizə şərtdə deyir ki, AK reseptorundan gələni bloklayır. Yəni normalda AK reseptoru bu yolla artırırdı. Bu kofein molekulumuz bu yolu bloklayır və bu yolla siklik AMF artırır. Bu yolla siklik AMF artırır. Ona görə B variantı burada nədir? Doğru variantdır. Artmasını inhibə edir siklik AMF-in. Özünün artmasını inhibə etmir ha. A2A reseptoru tərəfindən yaranan siklik AMF-i inhibə edir. Çünki burada gördüyünüz kimi inhibasiya xətti göstərilir. Bax bu xətt inhibasiya xəttidir. Yadınızda qalsın. Aha. Və şagirdlər, bu sualda da, bunda izahında zamanı demişdik. Bunda bir dənə təzədən baxaq. Zoğun ucuna doğru hərəkət edir variantı burada doğru variantdır şagirdlər. Çünki fikir versəz, burada rımız birgeni sintez olunan hissədə rımız birgeni bilirsiniz budaqlanmanın qarşısında. Aşağıda biz budaqlanma görürük. Deməli, hara doğru hərəkət edir? Yuxarı doğru hərəkət. Bu da, burada da doğru cavabımız olacaq. B bəndi. Oldu şagirdlər, sınavımızın izahını bitirdik. Ümid edirəm sizlər üçün sınaq izahı faydalı oldu. Sınağı izahını dərsdə vermədik. Çünki sınağın izahı gördüyünüz kimi özümdə sınağın izahını hardasa 2 gündür hazırlayıram. 1 saat yarımdan çox sınağın izahının hazırlanmasına vaxt gedir. Ümid edirəm sizlər üçün faydalı oldu. 6-cı günkü imtahanda hamınıza uğurlar arzu edirəm. İnşallah burada düşən suallardan çox şey öyrəndiyinizi düşünürəm. Çünki hamısı düşündürücü, müxtəlif mövzulardan olan maraqlı suallarımız idi. Sualların hazırlanması Nurlan müəllimə və komandasına məxsusdur. İnşallah hər kəsə yarı finalda uğurlu imtahan olsun. Sağ olun, təşəkkür edirəm şagirdlər dinlədiyiniz üçün.